Salam, hər vaxtınız xeyir olsun. Bugün çox dadlı, asan hazırlanan şuba salatı hazırlayıram. Bütün ərzaqları öncədən bişirib hazırlamışam. 4 ədəd çoğundur, 2 ədəd yer kökü, 4 ədəd kartof, 4 ədəd yumurta, 250 qram bişmiş toyuğun sinə əti. Başlayıram ərzaqları rəndədən keçirməyə. Yumurtanı rəndənin iri gözündən keçirdirəm. Eləcə də kartofu rəndənin iri gözündən keçirdirəm. Yer kökünü və çuğunduru da rəndənin iri gözündən keçirdirəm. Toyuq ətini isə nazik dilimlərə ayırıb kub şəklində doğrayıram. Bütün ərzaqlar hazır olduqdan sonra başlayıram salatı yığmağa. Salat hazırlayacağım qaba öncə kartofu əlavə edib hər tərəfinə düzləşdirib üzərinə zövqə görə duz və mayonez əlavə edirəm. İkinci qat olaraq yer kökünü əlavə edirəm. Yer kökünü də qabın hər yanına düzləşdirib duz, mayonez əlavə edirəm. Üçüncü qat olaraq yumurtanı əlavə edirəm. Yumurtanın üzərindən duz, mayonez əlavə etmirəm. Toyuq ətini əlavə edib toyuq ətinin üzərindən duz və mayonez əlavə edirəm. Axırıncı qat olaraqsa çuğunduru əlavə edib salatın hər tərəfini örtürəm. Çuğunduru bir gözəl hamarlayıram. Üzərindən mayonez əlavə edirəm. Görünüşü gözəl olsun deyə üzərindən yumurta sarısını rəndənin xırda gözündən keçirdirəm. Sadə ərzaqlardan çox dadlı, çox asan hazırlanan mükəmməl bir salat alınır. Bəs siz bu salatı bəyənirsinizmi? Fikirlərinizi bölüşsəniz çox şad olaram. Videonu izləyib rəy yazan hər kəsə öncədən təşəkkür edirəm. Salat üçün öncəliklə toyuğun bişmiş sinə ətini nazildib kub şəklində doğrayıram. Toyuq ətini doğrayıb qaba əlavə edirəm. 4 ədəd də bişmiş yumurtanı kub şəklində doğrayıram. Yumurtanı da doğrayıb qaba əlavə edirəm. 3 ədəd təzə xiyarı da nazildib kub şəklində doğrayıram. Xiyarı da doğrayıb qaba əlavə etdikdən sonra 1 ədəd şirin biberi də nazildib kub şəklində doğrayıram. Daha sonra biraz keşniş, biraz da şüyüt doğrayıram.
Göyərtini də doğrayıb qaba əlavə edirəm. Üzərinə bir banka qarğıdalı, zövqə görə duz, qara iştiot, mayonez də əlavə edib salatı bir gözəl qarışdırıram. Salat hazır olduqdan sonra servis edirəm. Salatın hazır şəklinə də baxa bilərsiniz. İnanılmaz dadlı bir salat alınır. Hazırlayıb yoxlayın. İnanın ki, çox bəyənəcəyiniz bir salat resepti olacaq. Salat üçün öncə 5 ədəd kartofu doğrayıb qazana yerləşdirirəm. Üzərinə su əlavə edib yumşalana qədər bişirirəm. Kartof bişənə qədər içlik hazırlayıram. 200 qram toyuğun bişmiş sinə ətini nazildib kub şəklində doğrayıram. Qaba əlavə edirəm. 8-10 ədəd də qoz doğrayıb toyuq ətinin üzərinə əlavə edirəm. 5 sap keşniş, 2 sap şüyüd doğrayıram. Göyərtini də ətin üzərinə əlavə edib zövqə görə duz, mayonez əlavə edib qarışdırıram. Belə içlik də hazırdır. Qoyuram kənara. Bişmiş kartofun üzərinə duz əlavə edib qaynar şəkildə kartofu püre halına gətirirəm. Kartofu qoyuram soysun. Kartof soyuyana qədər salatı yığacağım qaba şüyüd yerləşdirirəm. Soyuyan kartofdan da yumurlayıram. Üzərindən boş yer açıram. Kartofu hazırladığım şüydün üzərinə yerləşdirirəm. Kartofun içərisinə içlikdən əlavə edirəm. Üzərinə pendir rəndədən keçirdirəm. Ən sonda isə nar düzürəm. Salat artıq hazırdır. Gözəl görünüşlü süfrələrinizi bəzəyəcək fərqli bir salat reseptidir. Resepti bəyəndinizsə fikirlərinizi mütləq bölüşün. Yeni videolarda görüşənədək sağ olun.